yaxşı iş sahibi olmayan qadınlar, ərləri zatları olmayan qadınlar xain və kinli küdurətli olur. Bak bir kadın, bir pota kadın düşünək, pota kadın. Bir oğlanla münasibətə girəndə yataqda hər şey edir. Öz dalı ilə salta vurur. Başa düşdün? Yəni bizə nə? Özü qalır götü o bir otaqdadır. O qədər şeylər edir ki, oğlan onu atmasın. Çünki oğlan onu bədəninə görə sevə bilməz. Figurasına görə sevə bilməz. Gözəl his verdiğine sevmə. Əlindən gəldiyi bütün varyantları eləyir ki, bir nəfər tutmuşam, bundan başqası olmasın. Yəni heç olmasa bu olsun. Baxın, bu reallıqdır. O potadan mənim qabağıma da çıxıb. Üzünə deyirdim ki, sənin ağzıva qusum, belə deyə, necə? I love you, me too. Səbəb isə nədir? Adam comuş ki, dinəm uç ged buradan, qız gəldi, danış söyə bilmirəm. Deyirdi, nə olur, onu biraz da agresif dinəm, mənə etiraz verir. Reallıq budur. Qız eybəcər olanda, oğlan ondan yaraşıqlı olanda, o ona o qədər hər şey vermək istəyir ki, onu atmasın. Çünki bilir ki, ən xırda ona gözəl his verən adam onu dəyişəcək. Qardaş, bugün mənə kola gözəl his verir, sabah fanta zor olsa, kola içməyəcəm daha, bu qədər bəsitdir. Kim göz hər gün gedib diyet kola içir? İçirsən yöndən dadsızdır. Ama su katırsan, işte buz katırsan, bir şeylisin, içirsən desən, yo o değil. Bir dənə bunun dadına baxanda desən, bu nədir la? Eynidir, vallahi qabağıma çıxıb la. Mən də subay olmuşam, mən də gəzmişəm. Var yoxuna nələdir, mən Azərbaycanda özümə baxdığım kimi, indi də hələ heç özünə baxan yoxdur. And olsun, mən kasıb vəziyyətimdən 150 matlı krasovka geyinirdim. Köhnə şəkillərimə gedin, baxın Facebook'ta zatda. Kul da geyinmişəm, saçım hər gün, mən hər 2 gündən bir bərbərə gedirdim. Səhər qız duranda salam vermək yerinə yerə belə elirdi mənə, zıp şəkil atırdı, məndən başqasına baxma. Nə olar, ilk bunu gör. Oğreşli reallığıdır. Salam yazmırdı mən, duran kimi belə zıp 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 sənindir. Burada var ha, birdən qabağıma çıxar gün ərzində, onlara baxma, məndə var. Niyə? Adamın fobiyası var, itirmə fobiyası var. Bak bu adamlarda eynidir. Bak adam nə qədər bəzənib, bunun həyatında oğlan olsa, sizcə bu adam yayın açıb burada danışır ya, mən ateistəm. Ama ateist de değil. Yok. Bak onun şəhvəti istərir. Kimsə qarşılamadığına görə onun içində bir agresiya yaranır. Evlənməyən bibilər var, evlənmir də evin içindədir. Atabın batsı evin içindədir. Bakın, hormon pozğunluğu yaranır, bığları çıxır. Olmayandır. Bak bığ yaranır. Səs tonu qalınlaşır. Hərəkətləri oğlanlaşır. Avtomatik daba axtarır. Evi idarə etməyə çalışır. Hegemon şey olmaq istəyir, söz sahibi olmaq istəyir. Çünki bunun başına, yani bunun saçından tutup arkaya verip İtalyan olmadığına göre, başa düşsün o bibini. O elə bilir ki, nələrsə idarə edə bilər. Ama bir nəfər o saçın arkasına tutup dartsaydı belə, o bibi olacaqdı quzu. Bak buna da heç kəs etməyib bunu, qardaşlarım. Bu kadına onu hiç o zövqü buna veren olmuyor. O görsəydi ki bu saçı dartanda bir şey adama nazil olanda deyəndə ne güzel hissimiş. Bu burada bara 10 dəqiqə belə oturup bu mövzudan danışmayacaq. Səbəbi o hissi yaşamamasıdır. Başa düşsən, sen paraşütdən tullanmamısan, bilmirsən paraşüt necə gözəl bir şeydir. Ama onu yaşayan adam her defa tullanmaq istəyir. Sen Lamborghini sürməmisən. Deyirsən ki, mənim pulum olsa Lamborghini almaram. Ama sürsən bilmirsən necə gözəl istir. Sen deyirsən 1 milyonluq saat taxmıram. Ne inirəm ala milyonum da olsa almaram. Taxmamısan, bilmirsən. Ama taxsan, onda Cristiano Ronaldo xiyardır. Onda McGregor xiyardır. Sen ondan çok bilirsən, onun milyonu var alır, senin milyonun olanda almayacaqsan. Sen çünkü milyonun olmayacağını bilip deyirsən almaram onları. Milyonun olmayacağını bilirsən. O benim onda 2 milyon var, onun 1 milyon yarımı saate vermir ki. Onun 500 milyonu var, 1 milyonun verir, bilir ki gələn ayda 50 milyon pul gələcək. Çünkü sizin cahilliyinizdən gəlir, Elif necəsən?
Alican, necəsən? Sözümü kəsmədim, hörmət elədim sənə. Amma üzrü sən mən hörmətsiz deyildim. Çox dayan pis girəcəydim, hələ bu mənim 50%-im idi. Əsəbləşmisən, məni görsən rahat suya bilmirsən ki. Bu oturub ayla ateizmdən bir bax. Bax, and olsun deyirəm. Bax, oğlanlığıma and olsun, oğlanlığıma. Dünyada yeryüzündə qız qalmasa, bir dənə də olmasa, bax, itin balası yanından əlimlə münasibətə girərəm, buradan girmərəm. Bax, bir dənə bunu təsəvvür edin ki, bununla eyni bir yerdəsiniz, eyni yataqdasınız. Bax, bura bax, epizodu deyim sənə, üstündəsən, altındadır. Ya da əyilib indi hər vəziyyətə belə. Qutardım. Bir də var yox, adamın həyatı ölər, hala. Elə bir zombi ilə olursa. Hələ bu bəzənmiş halıdır. Sən bir də bunu real təsəvvür elə. Hələ platformada effekt qoyula biraz yaraşıqlı olur. Təsəvvürü qalın elə. Ne oldu? He? Öpüşmezsen bile. Zombi kimi. Elə eləyir. Heç öpüşməyib axı. Heç eləməyib bu adam. Başa düşdün, heç bir oğlan buna demir bu belə incə eləmələri. Ömründə görməyən adam belə yiyərdi, oğlan dodağı. Yox da axı. Ne olar, birimiz vurun da buna, babaldır. Baxın, regal dönemlərində bunlarda pis olur, ölürlər bunlar. Gecə bir həftə, o dönem o deməkdir bunlarda sakitdir. Yox, istək daha da çoxalır. Qadın dəli olur, bunda istək var, yazıqdır. Bunda yazıqdır, babaldır. Salam, necəsiz yeni gələnlər? Baxın, elmi oxuyun, elimdən danışsa, elmi araşdırın, görəcəksiniz. Qadınların müəyyən yaş dövründən sonra evli olmamaları onlara çok büyük psikoloji problem yaradır. Her şeye karışmaya çalışır. Her şeyde problem aktarır. Özünden aslı değil. Xoşbəxt olan adam oturup burada yok olan bir şeyi müzakirə eləmir. Böyle bil mən xoşbəxtəm. Oturup eləmir. Hava yok değil. Her gün elə bir əlini mənə görsün canlıda 4 saat belləmir. Hava var, o yoktur. Buyurun, havanın var olduğunu mənə sübut eləyən var mı? Yani bunu demək, qoyun olmağa beraber olan bir şeydir. Mən deyirəm, hər gün yok olan bir şey danışıram. Hava yoktur. Hava. Bəli, bu günləri yine yayınımız var 21:00'da. Salamünaleyküm. Mövzumuz hava yoktur. Hava var, yoktur. Bəli, buyurun, sübut eləyebilirsiniz mənə. Hava yoktur. Ay Allah. Ne güzel balıktır hani gece bu vakit. Yani neçə çıxırsan inşallah. Ali çıxart da onu. Çıxart, özü çıxardır da özüm. Mən niyə çıxardıram? Paparoz azadan. Neçə çıxır, gördünüz? Yani harda qalmışdıq ondan unuttum. Bak o kız xoşbəxt idi. Görsən bəzənmişdi, zadələmişdi. Təzə birini axtarırdı, yenilik axtarırdı. Niyə? Səbəb var yenilik axtarmağa. O hər gün dad baxır. Hər gün çeşit balıq yiyirsən sanki, o sənə maraq gətirir. O qızda maraq var misalsan. Bəxtiyar görəsən necədir. Başa düşdün, sənə pekele pul qazanır. Necəsən Ayər? Niyə əsəbləşmisən sən bu gün? Əsəbləşməmişəm, kasıbsız da vəziyyətim isti. TikTok'dan pul qazana bilirəm, dal olmuyor. Atar olacaq bilmirəm. İşlədə nə əşya zad gördüm, yığıram, satıram. Sənə kızlardan $1 istəyim. You have the $1. Pul istəmə ayıdır. Kızlara talağımı ver herhalde bana, o baştan. Necəsiz yeni gələnlər, xoş gəldiniz. Bak, o kız estetiksiz, zatsız, təbii figurasına zadına. Elin necəsən? Təhnəyə çıxsa Azərbaycanda, boş götü ilə, opşu adamın vidi ilə, Azərbaycandakı opşu vidi ilə çıxsın, o dalı ilə çıxsın. Birinci yetlər uğraşsın. Ali fanatları sənə salam deyir. Aleyküm salam, fanatlarım, keçin qıza dəstək olun, yaxşı qızdır. Sənin fanatları mənə yazır, burada onlarla söhbət eləyirik arada. Əcəb eysi, danışın, onsuz da olanda baş işləmir. Şeyler var, misalsın. Böyle istidir, çok istidir.
Şeyler var axı həmişə izləyicilərin şey eləyir. Mənim izləyicilərim qədəri qeyrətli, yəni dəlidirlər. Bu qədər. Başqa heç nə demir. Batmırmış.